Bismillahirrahmanirrahim. Qardaşlar bir qədər bundan əvvəl mənə Veysel Orocovun videosunu atıblar. Sonra da sual verirlər. Deyirlər ki, qardaş, bir neçə gün bundan əvvəl hamımızın tanıdığı şərbaz jurnalist Veysel Adil və sizin barənizdə böhtan və şər xarakterli bir video paylaşıb. Videoda sizin Veyselin Adilin xavaric olduğunu deyib. Veysel qardaş da ona cavab verib. Onun verdiyi cavaba nə münasibət bildirə bilərsiniz və siz özünüz o şərbaz jurnalistə nə cavab verərdiniz? Əziz müsəlmanlar, həmişə olduğu kimi bir daha xatırladıram. Mən artıq başqa cür üsluba keçmişəm. Bu şərbaz jurnalist və onun kimiləri nə danışırsa, onların hamısına Allahdan hidayət diləyirəm. Onların dediklərinin hamısını qiyamətə saxlayıram. Onların etdiyi pisliyin əvəzini çıxmıram. Hətta bəzən onlar üçün Allahdan bağışlanma da diləyirəm ki, yazıqdılar. O ki, qaldı Veysel Orocovun cavabına, onu dinlədim. O cavabında nə deyibsə onun haqqında düz deyib, haqlıdır. Mən onun dediklərinin haqq olduğunu düşünürəm. Nəinki mən, nə qədər elm əhli, tələbə varsa, onların hamısı bu şərbaz jurnalistin necə şərbaz olduğunu yaxşı bilir. Lakin onun şərindən qorunmaq üçün onun barəsində danışmırlar. O da elə zənn edir ki, bunlar ondan qorxub danışmırlar. Hər bir halda o şərbaz jurnalist də özünə görə bir müsəlmandır. Allahdan istəyimiz olur ki, Allah ona hidayət versin, tövbə eləməyi bu həyatda ona nəsib eləsin. Yazıqdır, bu həyatdan heç olmasa adam kimi köçüb geçsin.